Allahın əməl, təqva, irfan, idrak, elm meydanındakı aslanı Əli ibn Əbi Talib əleyhissalamın Nəhcül Bəlağədə 22-ci hikmətdə bizə bir töhfəsi var. Buyurur, Qurinətil heybətu bil xeybə. Qorxu ilə ümidsizlik birlikdədir. Qorxu ümidsizlik gətirir. Qorxu özgüvənsizliyin dostudur, ruh düşkünlüyünün dostudur. İnsan qorxub vətəni qorumasa, sabaha ümidi olmaz, vətəninin gələcəyinə ümidi olmaz. İnsan təqva yoluna girməkdən qorxsa, şeytan ona ümidsizlik verər, özgüvənsizlik verər. İstənilən sahədə, ticari sahə olsun, elm sahəsi olsun, insan ki, başlamağa qorxdu, davam etməyə qorxdu, bu ümidsizlik gətirir. Görürsən, elm öyrənmək istəmir ki, ləzzətlər əlimdən çıxar, əyləncələr, oyunlar əlimdən çıxar. Nəticə nə olur? Artıq onda özgüvən olmur, gələcəyə ümid olmur, alimliyə ümid olmur, dahiliyə ümid olmur. Ruh düşkünlüyü yaranır. Ruh yüksəkliyi hərəkətdən gəlir. Nəyə görə hərəkətdən gəlir? Çünki insan hərəkət etdikcə təcrübə qazanır və təcrübə qazandıqca həyatı tanıyır. İnsan təcrübə qazanmasa həyatı tanımır. İnsan təcrübə qazanmasa Allahın insanla nə edəcəyini bilmir. Ona görə Allah deyən yolda, müsbət yollarda addımlamalıdır ki, o gələn uğurların dadını bilsin və növbəti hərəkətə ümidi yaransın, nəticəyə ümidi yaransın. Adam nə qədər ki, doğru yolda addımlamır, riskli yollarda doğrunun tərəfini saxlamır, Allahın ona nə nəsib edəcəyini bilmir, şeytan da ona yalancı nəticələr vədəsi verir. Pis olacaq, getmə. Nəticəsi olmayacaq, getmə. Yaxşı olsaydı başqaları gedərdi. Hətta ticarət sahəsində də belədir. Bir dənə ticari ideya verirlər insana, insan başlayır ki, yox, yaxşı olsaydı bu qədər tacirlər var, edərdilər də. Bu qorxular insanda özgüvənsizlik yaradır. Söhbət mənfi qorxulardan gedir. Müsbət qorxular olmalıdır, olmasa olmaz. Adam uçurumdan qorxub geri çəkilməlidir. Təhlükədən qorxub ehtiyatlı olmalıdır. Bu öz yerində. Avtomobili sürətlə sürməkdən qorxmalısan ki, qəza törədərsən. Bunlar olmalıdır, bunlar vacibdir. Söhbət mənfi qorxulardan gedir. Hərəkət etməyə qorxmaq, addımlamağa qorxmaq. Bunlar insanda ümidsizlik yaradır, özgüvənsizlik yaradır. Vəl-həyəu bil-hirmən buyurur, yersiz utancaqlıq, yersiz həya, xəcalət də insanda məhrumiyyət yaradır. Burada desəydi haqqını, utanmasaydı, ona lazım olan nəticəni verərdilər. Utandı, məhrum elədi özünü. Burada məsələn öz ehtiyacını desəydi, dostları, ailəsi, ətrafı ona bir çarə yolu göstərərdi. Utandı demədi, nəticə bu oldu ki, məhrum oldu xoşbəxtlikdən. Burada yaxın dostuna haramı qadağan etmək məqsədi ilə əmr və məruf etməkdən utanmasaydı, dostuna eləmə deməkdən utanmasaydı, bir savabdan məhrum olmazdı. Yersiz utanmaq məhrumiyyət gətirir. Həyası olmayanın imanı olmaz, amma yerində olan imandan söhbət gedir. Aşırı cəsarət, cürətkarlıq doğru deyil. Bir də var ki, haqqını deməlisən, ya ümumiyyətlə mütləq bir haqqı deməlisən, amma nədənsə utanırsan, illərdir çörək kəsmirsən, utanırsan və s. və ilə axır, bunlar doğru işlər deyil. Deməlisən ki, məhrum olmayasan. Vəl-fürsatu tamurru mərrəs-sahab. Ağa buyurur, fürsətlər, imkanlar, sənin üçün yaradılmış fürsətlər bulud kimi hərəkət edir. Bu, Quran-ı Kərimin təbiridir, əleyhissalam Quran-ı Kərimdən götürüb, buyurur ki, Quran-ı Kərimdə Nəml surəsi buyurur ki, səhv etməsəm 99-cu ayədir, ola bilər səhv edim. Buyurur ki, وَتَرَ الْجِبَالَ
Təhsəbuhə cəmilətən və hiyə təmurru mərrəs-səhab. Dağlara baxırsan və onları hərəkətsiz hesab edirsən. Halbuki onlar bulud kimi hərəkətdədirlər. Bulud həm səssiz hərəkət edir, həm hərəkəti çox bilinmir, gözə çarpmır, amma daim hərəkət edir. Buyurur, fürsətlər də belədir, əleyhissalam buyurur. Səssiz hərəkət edir. Bir də görsən əlindən çıxdı. Sənin həyatın müxtəlif ləzzətlərinə, təlaşlarına başın qarışır, bir də görsən fürsətlər əldən çıxıb. Fəntəhizu furasəl xeyr. Yaxşı fürsətləri qənimət bilin. Xeyirli fürsətləri qənimət bilin. Çox gözəl ifadədir. Ağa buyurmur ki, ümumiyyətlə fürsətləri qənimət bilin. Buyurur, xeyirli fürsətləri. Bəzən insanın qarşısına günah fürsəti çıxır. Bəzən insanın qarşısına pis fürsət çıxır. Ondan gərək vaz keçəsən, ondan gərək uzaq çıxasan. Söhbət xeyirli fürsətlərdən gedir ki, xeyirli fürsətləri qənimət bilin. Ümumiyyətlə, bu tapşırıqların hamısı fürsətlərlə də bağlıdır. Qorxma, ümidsizləşmə, utanma, məhrumiyyət yaratma, fürsətləri əldən vermə ki, xeyirli fürsətlərdən faydalanıb həyatını xoşbəxt edə biləsən. Allah amanında qal.